Hamıya salam. Bugün birlikte çok eğlenceli bir şey diyeceğiz. Mektepte her gün istifadə etdiyimiz eşyaların İngilizce adlarını öğreneceğiz. Hazırsınızsa başlayaq. Yaxşı, gəlin bir düşünək. Hər gün məktəbə gedəndə çantamıza nələr qoyuruq? Hə? Gəlin indi görək bu əşyaların adları İngiliscə necə səslənir? Kimdənsə nəyisə olub-olmadığını soruşmaq üçün İngiliscə belə bir sual veririk. What do you have? Gəlin bunu birlikdə tələffüz edək. What do you have? Afərin, bu sənin nəyin var deməkdir. Deməli, ilk əşyamız pozandır. İngiliscə pozanı eraser deyirlər. Tələffüzünə fikir verin. Eraser. Gəlin hamımız birlikdə deyək. Eraser. Çox gözəl. İndi də gəlin bu sözü cümlə içində işlədək. Mənim pozanım var demək istəyirsinizsə, belə deyirsiniz. I have an eraser. Hamı bir yerdə təkrar etsin. I have an eraser. Əla. Növbəti sözümüz əlbəttə ki, karandaşdır. Karandaşa İngiliscə pencil deyirik. Tələffüzü də çox asandır. Pencil, yenə birlikdə. Pencil, sanki bunu artıq bilirdiniz. Yaxşı, bəs mənim karandaşım var, necə olar? Bəli, düz tapdınız. I have a pencil. Gəlin biraz da ucadan deyək. I have a pencil. Möhtəşəm. Karandaşlarımızı, qələmlərimizi səliqəli saxlamaq üçün istifadə etdiyimiz o qutu, yəni karandaş qutu, İngiliscə pencil case adlanır. Gəlin deyək, pencil case. İndi isə cümləmizi quraq. Mənim karandaş qutum var demək üçün nə deyirik? Bəli, I have a pencil case. Təkrar edirik. I have a pencil case. Afərin sizə. Bəs bütün bu əşyaları hara yığırıq? Əlbəttə ki, bel çantamıza. Bel çantası İngiliscə backpack deməkdir. Tələffüzü də çox şirindir. Backpack. Və bu hissənin son cümləsi gəlir. Mənim bel çantam var demək üçün deyilik, I have a backpack. Gəlin son dəfə birlikdə deyək. I have a backpack. Çox yaxşı gedir. Yaxşı, indi gəlin yeni bir sual forması öyrənək. Bir əşyanı göstərib, bu nədir, deyə soruşmaq üçün İngiliscə belə deyirik. What is it? Gəlin birlikdə tələffüz edək. What is it? Süper. Yeni, rəngbərəng bir sözümüz var. Rəngli karandaş. İngiliscə buna crayon deyirlər. Tələffüz edək. Crayon. Hamı birlikdə və ucadan. Crayon. Bayaqki what is it sualına cavab vermək üçünsə belə deyirik. It is a crayon. Yəni, bu rəngli karandaşdır. Gəlin birlikdə deyək. It is a crayon. Gəlin bildiyimiz bir sözlə də yoxlayaq. Məsələn, mən karandaşı göstərib soruşsam ki, what is it? Cavabınız nə olar? Bəli, it is a pencil. Yəni, bu karandaşdır. Çox sadədir, elə deyil? İndi isə öyrənəcəyik ki, bir əşyanın sadəcə nə olduğunu yox, həm də bizə aid olduğunu, bizim olduğunu necə deyə bilərik. Bax, bu çox vacibdir. Məsələn, bu mənim rəngli karandaşımdır demək üçün belə deyirik. This is my crayon. Buradakı o balaca my sözü var, ha? O, mənim deməkdir. Gəlin təkrar edək. This is my crayon. Daha bir yeni və çox işimizə yarayan söz öyrənək. Qələm. Qələmə İngiliscə sadəcə pen deyilir. Çox asandır, hə? Pen. Bəs bu mənim qələmimdir. Necə olar? Artıq qaydanı bilirsiniz də. Düzdür. This is my pen. Gəlin hamımız ucadan deyək. This is my pen. Baxın, bu çox maraqlı bir fərqdir. It is a pencil deyəndə sadəcə əşyanın nə olduğunu deyirik. Yəni, bu bir karandaşdır. Amma this is my pencil deyəndə artıq onun məhz bizə aid olduğunu, mənim karandaşım olduğunu vurğulayırıq. Afərin, bugün doğrudan da bir çox yeni və faydalı söz öyrəndik. İndi isə gəlin hamısını bir yerdə sürətli şəkildə təkrarlayaq ki, heç yadımızdan çıxmasın. Deməli, əsas məsələ bu sözləri yadda saxlamaqdır. Mən deyirəm, siz də mənimlə birlikdə təkrar edirsiniz. Hazırsınız? Başladıq. Eraser, pencil, pencil case, backpack, crayon və pen. Siz super öyrənirsiniz. Bugünlük bu qədər. Amma indi sıra sizdədir. Öz məktəb ləvazimatlarınıza baxın və İngiliscə deməyə çalışın. Soruşun özünüzdən. What do you have? Cavabınız da olsun, I have a pen.
Bugün möhtəşəm iş gördünüz. Afərin sizə.